Ona görə ümumən alimlər buyururlar ki, bu alimlərin sözləridir ki, şəhidlər üç növdür. Şəhidlər üç növdür. Həm dünya şəhidi, həm axirət şəhidi. Bu bir. İkincisi, həm dünya şəhididir, amma axirət şəhidi deyil. Dünyada şəhiddir, amma axirətdə şəhid deyil. Üçüncüsü, dünyada şəhid deyil, amma axirətdə şəhiddir. Bu necə olur? Birincisi, o kəs ki gedir, bunun niyyəti Allahın dinini qorumaqdır. Yəni, müsəlmanları qorumaqdır və həmçinin torpağını qorumaqdır. Yəni, hansı ki, bu torpaq, bu yer, yəni, bu din nəyin üzərindədir? Bu torpağın üzərindədir də, onun ləvazimlərindəndir. Bunu qorumasan, yəni gəlib dinini də əlinə alacaq. Bu torpağı qorumaq nəyə qorumaqdandır? Dini qorumaqdandır. Kim əgər əsas Allahın dinini gözə alıb, gedib döyüşərsə ki, müsəlmanlar izzətli olsun, həmçinin dövlətimiz izzətli olsun, vətənimiz izzətli olsun, müsəlmanlar izzətli olsun, bu Allah yolundakı döyüşmüş kimidir. Və bu niyyətlə ölərsə, dünya və axirət şəhidi sayılır. Dünya və axirət şəhidi sayılır. Amma ikincisi, əgər kim gedərsə ki, şəhidlərə yaxşı pul verirlər, qazilərə yaxşı pul verirlər, yəni pul əldə eləmək üçün, və yaxud da mən yaxşı cəsarətliyəm və s. və s. Yəni, axirət niyyəti olmazsa, onda bu dünya şəhididir, amma axirət şəhidi deyil. Çünki bu öləndə buna nə deyirsən? Şəhid deyirsən də buna. Elə deyilmi? Və ikisinin də hökmü İslamda yuyulmur, kəfənlənmir və elə bastırırlar. Çünki biz o ikincinin niyyətinə girə bilmərik. Niyyətləri bilə bilmərik, elə deyilmi?